İdmanın beyin sağlamlığı üçün böyük bir önəmi var. Çünki idman zamanı qan təchizatı beyinə çoxalır və bu da daha çox oksigen və minerallarla qidalanmasına gətirib çıxardır. Eyni zamanda da dopamin və noradrenalin hormonları ifraz olunmağa başlayır. Bu da bizi daha xoşbəxt, daha gümrah, daha rahat hiss etməyimizə səbəb olur. Lakin idman etməkdən də çox onu necə etməyimiz önəm daşıyır. İdmanda regularlıq çox böyük bir önəm daşıyır. Çünki həftədə 2-3 dəfə 40 dəqiqə 1 saat idman etmək daha vacibdir. Nəinki gec-gec, lakin uzun müddətli idman etmək. Eyni zamanda da günün hansı yarısında idman etməyimiz böyük önəm daşıyır. Günün birinci yarısında, səhər və yaxud da ki, günorta etdiyimiz zaman özümüzü daha gümrah hiss eləyirik, daha xoşbəxt hiss eləyirik, qəbul etdiyimiz informasiyanı daha rahat qavrayırıq. Axşam idman etdiyimiz zaman isə bu bizim yuxumuza təsir edə bilər, yuxu pozğunluğuna gətirib çıxarda bilər və yaxud da ki, özümüzü daha gərgin hiss etməyimizə səbəb ola bilər. İdmanın hər bir növü ilə məşğul olmaq lazımdır. Tək bir növü ilə yox. Çünki fərqli idmanlarla məşğul olduğumuz zaman beynin fərqli bölgələri aktivləşməyə başlayır və bu da tam beynimizi çalışdırmağa səbəb olur. Burada mental, kardio və meditativ idmanlar hamısı önəm daşıyır. Və tədqiqatlar onu göstərir ki, qaçmaq beynimizə ən gözəl idman növlərindən biridir. Əgər özümüzə uyğun, komfort bir tempdə qaçsaq, o zaman beynimiz negativ düşüncələrdən arınmağa başlayır və özümüzü daha relaks, daha rahat və yeni ideyalara açıq hiss etməyə başlayarıq. Ona görə idmanı həyatımızdan əksik etmirik və sağlam həyat sürürük.